Vaxtınız xeyir əziz dostlar. Salamlayıram sizi Kiyev şəhərindən. Bugün ayın 13-ü may 2025-ci il. Bu günlər Kiyevin ən gözəl günləri hesab edilir. Nəyə görə? Çünki Kiyev şəhərinin simvolu sayılan və doğrudan da şəhərdə əksəriyyət təşkil edən şabalıtların çiçəkləndiyi gündür. Və bu şabalıtlar çox fərqli çiçəkləyirlər. Yəni öz müşahidələrimi deyirəm. Yəni mən rənglərinə görə deyirəm. Bax görürsüz, çəhrayısı da var, qırmızı təhəri də var, ağappaq qar kimi olan da var. Hər cürəsi var. Bax yəni istədim ki görəsiz, yəni Kiyevdə ən yaxşı günlər hesab edilir. Şabalıtların, yəni yazın gəlişi şabalıtların çiçəklənməsi ilə baş verir. Böyle onsuz da elə bir xüsusi bir yaz filan yoxdur. Hava sərindir onsuz da. Amma yenə də olsun. Hə dostlar, bugünkü səhərki efrimizin altında yazılar gördüm. Təşəkkür edirəm xoş arzularınız üçün. Amma bir nəfər də yazmışdı ki, güya sizin xəbəriniz yoxdur, mənə yazmışdı. Avropalılar sizdən istifadə elədi, nə bilim 25% torpaqlarınız itib. Siz bilmirsiniz, Ukrayna'ya veriblər, satıblar, nə bilim, neyniyiblər. Ukrayna yerindədir. Əziz dostlar, Birinci Dünya müharibəsində Almanlar gəlib çıxmışdılar. Siz deyin, indiki Dnipropetrovsk vilayətinə. Hələ cənub hissəsini demirəm. Batko Maxnon dövrləri 20-ci, 24-cü ilə qədəri gəlib tökülürdülər oralara. İkinci Dünya müharibəsində Kiyev çıxmışdılar düz Volqograda. Stalingrad deyirdilər də o vaxtda. Sonrası nə oldu? Hər iki Dünya müharibəsinin Almanlar uduzdu. Bunları ayın 10-u Kiyevdə olan Almanya Federativ Respublikasının yeni baş kansleri cənab Friedrich Merz də dedi, bildirdi. Və bildirdi ki, onun xalqı Avropanın taleyi üçün cavabdeh olan xalqlardandır. Və dedi ki, mənim xalqım İkinci Dünya müharibəsində insanlara əzab verən ideologiyanın daşıyıcısı olub və bugün həmin ideologiyanın daşıyıcısı bu həyatdır, Ukraynanın həyat reicisi. Deməli, onun daşıyıcısı bu günləri deməli Rusiya Federasiyasıdır, Putindir. Yəni o Putini Hitlerlə müqayisə etdi və bildirdi ki, bütün hallarda demək Rusiya Federasiyası uduzmalıdır. Çünki bu ideologiya ilə, bu vəhşiliklə, bu terrorla, bu insan əleyhinə olan düşüncələrlə nəyəsə qadir olmaq günahdır. Gördüyünüz kimi önümüzdə o tərəfdə Kiyev Mikhail Müqəddəs kilsəsi, arxa tərəfdə Safiya kilsəsi. Bax, göstərirəm ki, görəsiniz. Önümüzdə də yenə bax belə böyük şabalıt ağaçları. Çox böyük ağaçlardır doğrudan. Görürsünüz də boyda döndürür. Belə şəhərin hər yeri belə ağaçlarla, abidələrlə, insanlar hamısı öz işində, gücündə, Ukrayna dövləti yerində, nə bilim, hardan nəsə oxuyurlar, Rus propagandasının təsirinə düşürlər və başlayırlar ki, biz ağıl öyrətməyə ki, Ukrayna yoxdur, Ukrayna veriblər Ruslara və belə. Yəni, normal adam düşüncəsi deyil. Və belə dostlar, və bizim Kiyev Rus dövlətinin paytaxtı, Kiyev Rus dövləti, Kiyev şəhəri. Mənim yadıma gəlir, bu ağaçlar əkəndə 98-ci ildə əkdilər o Müqəddəs Mikhail kilsəsini bərpa edəndə bu ağaçlar əkmişdilər. Balaca ağaçlar idi, üstünə səbət kimi şeylər qoymuşdular ki, yəni kimsə sındırmasın, qırmasın. Şimdi görürsünüz böyük ağaçlardır. Ama öyle olublar. Bax, hər yerdə
Dediğimiz kimi, gördüğünüz kimi her yer şabalıt ağaçlarıdır. Bütün şehir yolun otayda şabalıtdır. Her yer bak, hamısı şabalıt ağaçlarıdır. Ona göre Kiyev'in simvolu hesab edilir. Şabalıt ağaçları. Yer gelmişken çok büyük müalicəvi əhəmiyyətləri var. Yani xarici ölkələr, o cümlədən Bayirdəki deməli o məşhur firma, farmasevtik əczaççı firma bu şabalıtları yığdırırlar. Və bunları deyəcəkdim dostlar, yəni Kiyev yerindədir. Hər kəs öz işində, gücündə, hər kəs. Akşam saat 6'dır. İnsanlar işten çıxır. Böyle. Teşekkür ederim ki, qulaq astınız. Yəni heç kəs qeyri-ciddi məsələlərə qulaq asmayın. Sağ salam.